Hamınıza salam dostlar. Hoş geldiniz. Bugün sizlerle bir yerde tək blok adamızda qaldığımız yerdən davam edirik. Bu bölümdə diğer bölümə nisbətən adamımızı çox böyüdəcəyik. Bak sen paşama ya. Və burada tarlamız var idi. Buralarda tarlamız var idi. Onun yerinə başqa bir yerdən təzədən bir tarla düzəldəcəyik. Və buradan bir yerdən keçən bölümdə demişdim, yorumlarda yazın, amma heç kim yazmamışdı. Amma buradan ev tikəcəyik təzə. Başqa da adamımızı böyütməyə davam eləyəcəyik. Bu tərzdə videoların tez-tez gəlməyini istəyirsinizsə kanalıma abunə olub like atmağı yaddan çıxartmayın. Keçək videomuza. Bir dənə sandıq gəldi, açaq görək içindən nə çıxacaq. İçindən odunlar çıxdı. Bir də fidanlar, yadlar çıxdı. Bir dənə fidan çıxdı. Ağacımız böyüyüb. O da kəsməyə vaxtı gəlib. Ağacımızı kəsdik. Və indi isə keçək adamımızı böyütməyə. Çoxlu blok qazsıq, indi keçək adamımızı böyüdək. Sonra tarla da düzəltməliyik biz buradan. Ağacımızın biri də böyüyüb, bunu da kəsək. Sonra keçək adamımızı böyütməyə. Gördüyünüz kimi blokları yığdım inventerimə. İndi isə keçək adamımızı gelişdirməyə. Dostlar, gördüyünüz kimi adamımızı bir blokluğuna belə böyütdük. İndi keçirik taxtalarla böyütməyə adamımızı. Burayla uyumlu olsun deyə burayla eyni taxtanı işlədəcəm. Dostlar, gördüğünüz kimi buradaki platformu biraz böyütdük və buradan bir dənə ev tikəcəyik, ev inşa eləyəcəyik yəni. Dostlar, gördüğünüz kimi bir dənə də sandıq çıxdı, sandığın içindən çörəklər çıxdı. İndi isə qaldığımız yerdən davam eləyək, yəni adamımızı böyütməyə davam eləyək. Tərəfə doğru böyüdürəm ki, buradan böyük bir dənə tarla eləyəcəyik. O qədər də böyük olmayacaq, amma bir dənə tarla eləyəcəyik. Ona görə bu tərəfə torpaqdan bir dənə tarla eləməyimiz şərtdir. Dostlar, gördüyünüz kimi çoxlu blok qazsıq. İndi o bloklarla təzədən adamımızı böyütməyə davam eləyək. Və keçək tarlamızı hazırlamağa. Artıq vaxtı gəldi yəni. Gördüğünüz kimi 2 dəqiqə bundan qabaq adamımızı zombilər basmışdı. Bunu da hamısını təmizlədim, geri gəldim. Bizim yığımız azdır, ona görə adamımızda moblar spam olur. İndi isə torpaq kasaq, ondan sonra buranı yazdan biraz gelişdirək, böyüdək, tarlamız böyük olsun. Ondan sonra da keçəcək evimizi düzəltməyə. Dostlar, gördüğünüz kimi bir dənə də sandıq çıxdı. Sandığın içindən yer kökü, bir dənə də paket çıxdı, sarı paket. Yəni bunun içinə əşyalarımızı qoya biləcəyik. Toxum çıxdı. Bu toxum bizim işimizə yarayacaq. Lazım olacaq bizə tarlamızı böyütməyə. Obsidian çıxdı. Deyəsən, nə bilim, səviyyə atlamalıyıq, mağarmalıyıq. 30 saniyə gözləyəcəyik, səviyyəmiz atlayacaq. Ondan sonrasına təzədən başlayacaq qura biləcəyik. Onun vaxtı gecənə qədər də burada adamımızı biraz böyüdək. Çox blok yığa bilmədim, amma biraz böyüdə bildik də ən azından. Dostlar, gördüyünüz kimi vaxtı doldu obsidiyenin və adamımızda 1-2 dənə lazımsız heyvanlar var idi. Onları da təmizlədim. İndi isə keçək, daş dövrünə keçdik deyəsən, keçək blok qurmağa. Daşın gəlməsi bizə xeyirdir, amma bizə torpaq da lazım olacaq. Ona görə biraz zərərimiz oldu bizim bu. Madəniyyat gəlməyə başlayır artıq. Bizə torpaq lazımdır, amma gəlmir. Tarlamızı nətər böyüdəcəyimi də bilmirəm. Tarlaya belə buradan belə qapı düzəldə bilərəm mobların girməməsi üçün, amma bu dəqiqə ehtiyacımız yoxdur. Ondan əvvəl torpaq qazmalıyıq biz. Təzə bir dənə sandıq gəldi. Sandığımızı açaq içindən dəmir çıxdı.
Bir də kalkan çıxdı. Kalkana ehtiyacımız yoxdur. Bunları əkəcəyik. Yəni demək olar ki, hamısını bundan əkəcəyik. Bunu belə əkə bilmirik, bilmirəm. Bunlara da bir dənə çiftlik düzəltməliyik. Biz torpağı hardan tapacağıq, o mərhələ də var, çox maraqlıdır. Dostlar, sandıq gəldi, zümrüd çıxdı, kask çıxdı, dəmirlər çıxdı, amma bizə torpaq lazımdır. Çıxmayıb torpaq, amma zümrüdün bir şey yaxşıdır ki, tüccariyat gəlsə adamıza tüccarla alış-veriş eləyə bilərik. Gördüyünüz kimi senin tarlamızın girişi də hazır oldu. Tarlamızı eləyə bilməyəcəyik bu bölüm təəssüflər ki, amma gələn bölüm əminəm ki eləyəcəyik. Bu bölümdə adamımızı biraz böyütdük. Bir dənə qaldı evimiz. Evimizi də eləyək. Nə cür bir evi eləyəcəyim fikri yoxdur ağlımda, amma nətər gəldi bir dənə balaca bir dənə ev düzəldəcəm. Onun üçün də lazımlı əşyaları götürək buradan. Lazımlı əşyalar onsuz da əlimizdədir. Bir dənə də ağacımız böyüdü. Kəsək, evimizi düzəldəndə bizə lazım olacaq bu. Nəysə, keçək evimizi hazırlamağa. Evimizi köy evi kimi hazırlayacağam. Minecraft köyündə bir iki dənə evlər oldu. Elə bir ev hazırlayacağam. Amma biraz böyük ev eləyəcəm ki, yəni əşyalarımızı yığmağa olacaq yerimiz olsun yəni. Başlayaq hazırlamağa. Üst tərəfini bir də hazırlayacağam. Ondan sonra evimi hazırlayıb sizə video içində göstərəcəm. Dostlar, gördüyünüz kimi evimizi hazırladıq. Sizə evimi gəzdirirəm. Biraz klasik bir ev hazırladım. Yəni yaşamaq üçün deyil, əşyalarımı yəni burada depolamaq üçün hazırladığım bir ev kimi düşünək biz bunu. Əşyalarımı buralara qoyacağam. Yəni video xaricində onu hazırlayacağam. Siz narahat olmayın. Tarlamızı da gələn bölümdə inşallah hazırlayarıq. Bu bölümlük bu qədər idi. Bu tərzdə videoların tez-tez gəlməyini istəyirsinizsə, kanalıma abunə olub, videoma like atmağı yaddan çıxartmayırsınız. Sağ olun, salamat qalın.